Bəzən valideynlərdən evladımın akademik yaxşı göstəriciləri var, amma məktəbdən kənar fəaliyyətləri yoxdur. Yəni sertifikatları yoxdur. Yenə də reytinqli universitetlərdən, yaxşı universitetlərdən qəbul ala bilərəmmi deyə sual gəlir. Bu suala qısaca cavablandıracaq olsam, bəli, qəbul ala bilərsiniz. Ümumiyyətlə universitetlərin qəbulda ölçdükləri əsas meyarları 3-ə böləcək olsaq, birinci akademik sertifikatlar, beynəlxalq sertifikatlar, bunlar AP imtahanların nəticələri, SAT, A-Level, IB kimi imtahanların nəticələri, ikinci məktəbdən kənar fəaliyyətlər, hansı ki mən bunu da iki istiqamətdə bölərdim, məktəbdən kənar sosial fəaliyyətlər və məktəbdən kənar akademik fəaliyyətlər. Üçüncü isə hansı dildə tədris alacaqsınızsa, o dil bacarıqlarınızı sübut edən sertifikatlar. Ümumiyyətlə, mənim xarici təhsillə bağlı olan təcrübəmdə sadəcə bir istiqamətdə deyil, həm Asiya, həm Avropa, həm Amerika universitetlərinin ən yaxşı universitetlərdən qəbullarımız var və mən bu təcrübələrə əsaslanaraq universitetlərin qəbul siyasətlərini 3 istiqamətdə bölürəm. Asiya, Avropa və Amerika universitetlərinin qəbul siyasətləri. Bunlarla bağlı növbəti videolarımda geniş məlumat verəcəm. Çünki inanıram ki, valideynlər və tələbələr prosesdən nə qədər məlumatlı olsalar, uğurlu nəticəyə bir o qədər tez çatarıq.